Hörmətli izləyicilər, mən Elnur Rəsulov, Amarkets Global Work şirkətindən hər birinizi salamlayıram. Bugün sizinlə günləş bazar analizini paylaşacağıq. İlk öncə dollar indeksinə nəzər salaq. Dünən Amerikadan açıqlanan istehlakçı güvən indeksi hansı ki proqnoz ediləndən kifayət qədər yuxarı açıqlanmış oldu. Belə ki 87 gözləyirdi, lakin nəticə 98 açıqlanmış oldu və bu da bir mənada Amerikan istehlakçısının Amerikan iqtisadiyyatının gözləntilərinin müsbət olduğunu göstərmiş oldu və bu da dollara dəstək vermiş oldu və dollar indeksi diqqət etirsəniz dünənlərin 19 may tarixindən etibarən başlayan eniş trendini bir mənada dünənlərin həmin günün birinci müqavimət səviyyəsinin qırması ilə və qiymətin, dollar indeksinin qiymətinin hətta ikinci müqavimət səviyyəsinin üzərində bağlanması ilə dollar indeksinə alış siqnalı yaranmış oldu. Bu gün Amerikadan ən vacib xəbərlərdən birisi olan bir öncəki görüşün, yəni federal ehtiyatların bir öncəki görüşünün protokolları açıqlanacaq. Həmin protokollarda biz federal ehtiyatların faiz dərəcəsini növbəti görüşdə artırıb-artırmayacağı ilə bağlı müəyyən ipucları əldə edə bilərik ki, bu da dollar indeksinin istiqamətini müəyyən etməkdə çox ciddi təsir edən faktorlardan birisi olacaqdır. Bir digər ən önəmli xəbər isə hörmətli izləyicilər, sabah Amerikadan açıqlanacaq ümumi daxili məhsuldur. Yəni iqtisadi artımla bağlı xəbərdir. Hansı ki iqtisadi artımın mənfi 0,3% olacağı, hətta iqtisadi daralma olacağı proqnoz edilir ki, bu da hal-hazırda böyük borc problemi olan Amerika üçün çox ciddi problem ola bilər. Çünki iqtisadi artım yoxdursa, bir də Amerikanın borclanma faizləri də yüksəldiyi bir fonda təbii ki, bu həm dollara, həm də Amerikan xəzinə istiqrazlarına ciddi problem və yaxud da ki, bir mənada risk yarada bilər. Və qeyd etdiyimiz kimi gün ərzində, texniki analiz nöqteyi-nəzərdən nə qədər ki, dollar indeksi bu günün birinci dəstək səviyyəsi olan 98,596 səviyyəsinə, yəni bu səviyyəni qırıb onun altına bağlanmazsa, biz dollar indeksində hələlik yüksəlişin şahidi ola bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz avro-dollar valyuta cütlüyüdür. Avro-dollar valyuta cütlüyündə də 19 may tarixindən etibarən başlayan yüksəliş trendi bir mənada dünən 27 may tarixində başa çatmış oldu. Diqqət etirsəniz, valyuta cütlüyü həmin günün birinci dəstək səviyyəsini qırdı və hətta ikinci dəstək səviyyəsinin altına bağlanmış oldu və bu da avroda satış siqnalının yarandığını göstərən bir faktordur. Ümumi olaraq dolların ucuzlaşması bir mənada investorların öz vəsaitlərinin bir hissəsini avroya yatırmasına səbəb olmuşdur. Lakin uzun vədə baxdıqda, hörmətli izləyicilər, avronun dollara əvəzləməsi və yaxud da ki, ikinci ən güclü qlobal rezerv kimi önə çıxması əslində ciddi sual doğuran məsələdir. Çünki avrozona iqtisadiyyatının iqtisadi artım tempi ümumiyyətlə çox aşağıdır və avronun bu qədər bağlaşması eyni zamanda avrozonanın ixrac potensialına da negativ təsir etmiş olur. Ondan dolayı avroda olan yüksəliş əslində məhdud ola bilər. Gün ərzində texniki analiz nöqteyi-nəzərindən bu gün avro-dollar valyuta cütlüyü bu günün birinci müqavimət səviyyəsi olan 1,13827 səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz avro-dollarda enişin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz GBP-USD valyuta cütlüyüdür. Ümumiyyətlə, İngiltərədə açıqlanan iqtisadi göstəricilərin son zamanlar bir mənada proqnoz ediləndən müsbət olması, məsələn, xüsusilə pərakəndə satışların proqnoz ediləndən üstün açıqlanması və digər iqtisadi göstəricilərin müsbət olması funtu dəstəkləyən əsas faktorlardan birisi idi. Bir digər önəmli amil isə dollar indeksinin ucuzlaşması idi ki, bu da funtun yüksəlməsinə səbəb olan əsas faktorlardan birisi idi. Diqqət etsəniz, GBP-USD-də 19 may tarixində başlayan yüksəliş trendi bir mənada 27 may tarixində başa çatmış oldu. Belə ki, həmin günün birinci dəstək səviyyəsinin qırılması və funtun həmin səviyyənin altına bağlanması ilə İngilis funtu və dollar valyuta cütlüyündə satış siqnalı yaranmış oldu və gün ərzində nə qədər ki, funt bu günün birinci müqavimət səviyyəsi olan 1,35630 səviyyəsinin qırıb onun üzərində bağlanmazsa, biz funtda enişin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz qızıldır. Qızılda da olan yüksəliş trendi diqqət etirsəniz, bir mənada dünən 27 mayda birinci dəstək səviyyəsinin qırılması və hətta ikinci dəstək səviyyəsinin altına bağlaması ilə başa çatmış oldu və gün ərzində qızılın qiyməti nə qədər ki, bu günün birinci müqavimət səviyyəsi olan 3338 dollar səviyyəsinin qırıb onun üzərində bağlanmazsa, biz qızılda aşağı yönlü korreksiyanın şahidi ola bilərik. Lakin, hörmətli izləyicilər, uzun vədədə qeyd etdiyimiz kimi, qızılda hələlik satış trendi proqnoz edilmir. Qızılda olan hər aşağı yönlü belə deyək, enişlər bir mənada aşağı yönlü korreksiyalardır və qızılın yenidən yuxarı yönlü trendə qayıtması böyük ehtimaldır. Hörmətli izləyicilər, bir digər maliyyətimiz S&P 500 indeksinin futuresidir. S&P 500 indeksinin futuresinə diqqət etirsəniz,
Qısa yön müddətli aşağı yönlü eniş korreksiyası bir mənada dünən başa çatmış oldu. Belə ki, həmin günün birinci müqavimət səviyyəsinin qırılması ilə və qiymətlənmə səviyyənin üzərində bağlanması da S&P 500 indeksindən yenidən alış siqnalı yaranmış oldu. Bu gün ərzində S&P 500 indeksi bu günün birinci dəstək səviyyəsi olan 5850 dollar səviyyəsini qırıb onun altına bağlanmazsa, biz hələlik S&P 500 indeksində yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, gün ərzində sizə çatdıracağımız xəbərlər bu qədər. Sizə uğurlu ticarət arzulayırıq. Sağ olun.